Herkese salam. Bugün mövzumuz qədim Çin olacaq. Ümid edirəm ki, mövzu ətraflı şəkildə izah etməyə çalışacağam. Sizə də faydalı olar. Qədim Çin digər qədim dövlətlər kimi Çin dövləti də çay vadisində yerləşirdi. Burada iki böyük çayımız var, Huanghe və Yangtze çayları. Məhz Huanghe çayı müxtəlif ləqəblərə sahib olmuşdu. Sarı çay, gəzən çay, Çinin balası çayı və sair adlar almışdı. Çünki tez-tez daşırdı, yatağını dəyişirdi və bu çay vadisində insanlar ona görə məşğullaşırdılar ki, əkinçiliklə bağlı. Lakin çay daşdıqca evləri dağıdırdı, əkin sahələrini dağıdırdı, insan təlafatına səbəb olurdu və buna görə də ona min bir bala çay, Çinin balası kimi adlar vermişdilər. Məhz ilk Çin mədəniyyətində biz Huanghe çayının sahillərində görürük. Eramızdan əvvəl 3-2-ci minilliklərdə ilk mədəniyyətin qalıqları görünməyə başlamışdı. Eramızdan əvvəl 2-ci minillikdə Çində bərabərsizlik yaranmağa başlayır, yazı yaranır. Eramızdan əvvəl 6-5-ci əsrlərdə dəmir emalı başlayır Çində. Yazı ilk vaxtlar bambuq lövhələr üzərində yazılmışdı. Yalnızca imperator fərmanları parça üzərində yazılırdı, ipək parça üzərində. Sonradan kağız istehsal olunur. Çində kağız istehsalı məhz Han sülaləsinin dövrünə aiddir. Çinlilərin özünün təqvimi olmuşdur, kompas ixtira etmişdilər. Eramızdan əvvəl 6-5-ci əsrlərdə isə Konfutsi təlimi yaradılmışdı. Bu təlim Sin sülaləsinin dövründə də olub, Han sülaləsinin dövründə olub. Lakin fərq var idi. Sin sülaləsinin dövründə Konfutsi təlimi təqib olunmuşdu, qəbul edilməmişdi. Lakin Han sülaləsinin dövründə Konfutsi təlimini qəbul etmişdilər, hətta onu dövlət səviyyəsində qaldırmışdılar. Əgər dövlət məmuru olmaq istəyən şəxs olardısa, o mütləq Konfutsi təlimindən imtahanlar verməli idi. Eramızdan əvvəl 4-3-cü əsrlər ayrı-ayrı Çində dövlətlər var idi, mülklər var idi və bu mülklər öz aralarında birləşmək uğrunda mübarizə aparırdılar və bu dövr adlanır Vuruşan Padşahlıqlar dövrü. Eramızdan əvvəl 4-3-cü əsrlər adlanır Vuruşan Padşahlıqlar dövrü. Və onların içərisində bu davam edir. Eramızdan əvvəl 221-ci ildə Çin birləşir Sin Shi Huangdi tərəfində. Sin Shi Huangdi Sin sülaləsinə məxsusdur və eramızdan əvvəl 221-dən eramızdan əvvəl 206-cı ilə qədər çox qısa bir tarixdir. Sin sülaləsi Çində hakimiyyətdə olmuşdur. Bu Sin Shi Huangdi ilə olub. Sin Shi Huangdi nələr edib? İslahatlar keçirib, vahid çəki, ölçü, pul sistemi yaradıb, inzibati islahat keçirib, 36 vilayətə bölüb Çini, mərkəzləşmiş bir dövlət yaradıb. Eyni zamanda amansız cəza tədbirləri yerinə yetirmişdi hakimiyyətə qarşı çıxanlara qarşı. Məhz Sin Shi Huangdinin dövründə Hunların şimalda hücumlarının qarşısını almaq üçün eramızdan əvvəl 214-cü ildə Çin səddi tikilməyə başlayır. Çin səddinin hündürlüyü 10 metr, uzunluğu isə 6000 kilometrə bərabər olmuşdu. Çin səddinin tikilməsi illərlə davam edən bir prosesdir. Həm Sin sülaləsinin dövründə başlasa da, Han sülaləsinin dövründə də buna davam etdirmişdilər. Yəni hər iki sülaləyə aiddir. Amma başlayıb Sin sülaləsinin dövründə. Eramızdan əvvəl 206-cı ildə Han sülaləsi hakimiyyətə gəlir və Çin səddinin tikintisinə davam etdirir. Vyetnam, Koreya işğal olunur. İpək yolu üzərində hakimiyyət əldə olunur. Onu nəzarəti ələ keçirilir. Məhz Han sülaləsinin dövründə Çin xalqı vahid bir xalqa çevrilir, mədəniyyət inkişaf eləyir. Hələ bu gün də Çin xalqı özünü xan olaraq adlandırırlar. Xan sülaləsinə eyni zamanda üsyanlar aiddir. Vergi verə bilməyənlər qula çevrilirdilər və buna görə də üsyanlar baş verir və eyni zamanda üsyanlar bizim eraya aiddir. Bizim eradan əvvəl kitabda üsyan qeyd edilməyi, bunu da yadda saxlayın tarixlə bağlı. Bizim eranın 18-ci və 184-cü ildə eşi üsyan bilirik Çinlə bağlı. Bizim eranın 1-ci və 2-ci əsrində. 1-ci əsrində qırmızı qaşlılar üsyanı, 2-ci əsrində sarı sarıqlılar üsyanı. Qırmızı qaşlılar üsyanı çünki onlar üsyan tərəfdarları bir-birini tanımaq üçün qaşlarına qırmızı boya çəkiblər.
Sarı sarıqlılar üsyanı isə öz əlinə, başına sarı rəngində parça bağlayırlarmış üsyan vaxtı. Hər iki üsyan da amansızlıqla yatırılıb. Sarı sarıqlılar üsyanı 20 il davam edib. Bu üsyana Çıran qardaşları başçılıq ediblər və bizim İranın 3-cü əsrin əvvəllərində bu üsyan yatırılıb. Eyni zamanda bu üsyanın yatırılması ilə Xan sülaləsinin də hakimiyyət dövrü bitir. Hakimiyyətdən devrilirlər və Xan sülaləsinin hakimiyyətdən getməsi ilə qədim şərqdə quldarlıq bitir, feodalizm dövrü başlanır və Çin də parçalanır. Eramızdan əvvəl 3-cü əsrdə birləşmişdi. Bizim Eranın 3-cü əsrində isə parçalandı yenidən. Belə və biz burada bir nəfər alim var. Simatsiyanın Tarixi Qeydlər əsərində mütləq şəkildə Çin haqqında məlumat əldə edirik. Bizim dövrümüzə gəlib çatmış önəmli bir əsərdir.